İnşallah bugün din adından danışan, özellikle her əsrdə mövcud olub və günümüzdə də olan yalancı peyğəmbərlər haqqında danışacağıq inşallah. Allah Azze ve Celle bizə Quran-ı Kerimdə Allah adına yalan danışanları təhdid edibdir. Allah Azze ve Celle bizə bu haqda Quran-ı Kerimdə bir neçə yerdə xəbər verir. Lakin hər şeydən öncə onu deyəlim ki, Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, لا تقوم الساعة حتى يبعث دجالون كذابون قريب من 30 كلهم يزعم أنه رسول الله. Allah Resulü Aleyhisselatü Vesselam buyurur ki, kıyamet gününden önce 30'a yakın yalancı deccallar çıxacaqlar ki, onların her biri Allah'ın peygamberi olduğunu iddia edəcəklər. Bu hadisi yani Bukhari Müslim rəvayət edir, sahih hadisdir. Və hər əsrdə var olubdur bu kimsələr. Hətta Peyğəmbər Əfəndimizin sağlığında belə, yəni son anlarında, vəfatının az qalan vaxtında yalancı peyğəmbərlər çıxmışdır. Allah Azze ve Celle onlar haqqında Quran-ı Kərimdə buyurur ki, وَمَنْ أَظْلَمُ مِمَّنْ اِفْتَرَى عَلَى اللّٰهِ كَذِبًا اَوْ قَالَ اُوحِيَ اِلَيَّ وَلَمْ يُوحَ اِلَيْ شَيْءٍ وَمَنْ قَالَ سَأُنْزِلُ مِثْلَ مَا أَنْزَلَ اللّٰهِ. Allah Azze ve Celle buyurur ki, Allah'a yalandan iftira atan və özünə heç bir şey vəhiy olmadığı halda mənə vəhiy olunmuşdur deyən və ya mən də Allah'ın nazil etdiyi kimi onun bənzərini gətirəcəyəm deyəndən daha zalim kim ola bilər? Allah Azze ve Celle bizə xəbər verir ki, yəni bu insanlar ən zalim kimsələrdir. Özlərinə də zülm edən ən böyük zalimlar bunlardır. Çünki Allah'a iftira atırlar və özlərinə heç bir vəhiy nazil olmadığı halda yalandan mənə də vəhiy edildi deyirlər. Hətta bəziləri daha da irəli girib deyirlər ki, Allahın nazil etdiyinin bənzərini mən də gətirəcəyəm deyirlər. Bu kimsələr haqqında Allah Azze ve Celle Quran-ı Kərimdə buyurur ki, sən bir görsəydin o zalimları, onlar ölüm sancıları içində çırpınarkən mələklər gəlib onlara əllərini uzadıb onlara canlarınızı çıxardın. Allah'a karşı haksız sözü dediğinize göre ve ayelerini inkar ettiğinize göre, təkəbbürlü gösterdiğinize göre size rezil ve rüsva edici bir əzab vardır deyiləcəkdir. Subhanallah. Yani ölüm meleği ve orada olan melekler o kimselerin canını alarken onlara bu sözleri deyərək canlarını alacaqdır. Ümumiyyətlə onu diyelim ki, peygamberlerin her biri geldiği əsrdə, peygamberlerin zamanında nə gündəmdə idisə, adətən möcüzələr onlara görə gəlirdi. Təbii ki, hamısı o değildi. Məsələn, Musa Peyğəmbərin zamanında bilirik ki, sehirbazlıq çox məşhur idi, gündəmdə idi. Və Allah Azze ve Celle Musa Peyğəmbərə yəni elə bir möcüzə verir ki, əsasını yerə atır, böyük ilan olur, həqiqi ilan olur və sehirbazların atmış olduğu o şeyləri yeyir və udur. Bunu görən sehirbazlar dərhal səcdəyə qapanır, Allaha iman gətirir və tövbə edirlər. Sonra baxırıq, məsələn, İsa Peyğəmbərin zamanında təbabət məşhur idi və İsa Peyğəmbər Allahın izni ilə yəni anadan doğma, yəni şor olan insanları şəfa verirdi. Və yaxud da bilirik ki, cüzam xəstəliyinə tutulanları şəfa verirdi Allahın izni ilə. Hətta ən böyük möcüzələrindən biri odur ki, ölmüş insanları Allahın izni ilə dirildirdi. Yəni öz zamanındakı gündəmdə nə idisə ona uyğun möcüzə gələrdi. Və Rasulullah sallallahu aleyhi ve sellemin möcüzəsi də çox olmuşdur. Ayın yarılması, bir çox möcüzələr. Biz bilirik ki, bizdən əvvəlki yəni ümmətin peyğəmbərlərinə gələn möcüzələr o peyğəmbərlərə gəldiyi kimi, getdiyi kimi möcüzə də getmişdir, izi qalmayıbdır. Lakin Allah Azze ve Celle Rasulullah sallallahu aleyhi ve sellemə Quran, ən böyük möcüzə Quranı indirir və qiyamət gününə qədər də bu yəni qalmaqda davam edəcəkdir. Və o ərəfədə Ərəb yarımadasında ən məşhur olan şey bəlağətli danışmaq, şeir demək idi. Və Allah Azze ve Celle Quran-ı Kərimi indirdi və hətta bütün ərəblərə, o yarımadada olan bütün insanlara meydan oxudu ki, əgər bacarırsınızsa bu Qurana bənzər bir dənə surə gətirin. Lakin heç biri gətirə bilmədilər. Quran-ı Kərimdə Allah Azze ve Celle buyurur ki, "Qul in kuntum fi raybin mimma nazzalna ala abdina fa'tu bi suratin min mislihi wad'u shuhada'akum min dunillahi in kuntum sadiqin." Allah Azze ve Celle buyurur ki, de ki, əgər bizim qulumuza nazil etdiyimizdə şübhə edirsinizsə, o zaman Allah'tan başqa bütün hər şeyi şahid tutaraq köməyə çağırın və ona bənzər bir dənə surə gətirin, əgər doğru deyirsinizsə.
Sonra ayetin ardında Allah buyurur ki: "Fe-illem tef'alu ve len tef'alu fettekun nârelleti vekuduhen nâsu vel hicâre u'iddet lil kafirin." Eğer edebilmirsinizse ve asla edebilmeyeceksiniz, o zaman yanacağı insanlar ve taşlar olan ve kafirler için hazırlanmış olan cehennemden korkun deyir. Ona çəkin deyir Allah Azze ve Celle. Yani burada bilir ki Allah Azze ve Celle bize haber verir ki bunu asla edebilmeyeceksiniz. Yani Kur'an-ı Kerimə benzer tarix boyu heç kəs bir dənə surə belə gətirməmişdir. Mesela baxırıq başqa ayet-i kərimədə Allah Azze ve Celle bütün cinlərə və insanlara meydan oxuyur. Buyurur ki Kur'an-ı Kerimdə: "Qul la in ictama'atil insu vel cinnu ala en ya'tu bimithli hadal Kur'an la ya'tuna bimithlihi velau kana ba'duhum li ba'din zahira." Uca Allah buyurur ki, eğer bütün insanlar ve cinler bu Kur'an'a benzer bir şey getirmek için bir araya gəlsələr ve birbirlerine kömək etseler bile onun misli kimi bir Kur'an asla gətirə bilməzlər deyir Allah Azze ve Celle. Tarixdə dedi ki, Resulullah sallallahu aleyhi ve sellemin vəda xütbəsindən sonra ömrünün sonlarına yaxın Musaylimetül Kəzzab deyə bir nəfər çıxdı. Daha doğrusu 3 nəfər peyğəmbərlik iddia etdi Peyğəmbər sallallahu sağlığında. Bunların en başında gələn Musaylimetül Kəzzabdır. Musaylimetül Kəzzab Yəməmə bölgesinde yaşayırdı. İndiki Riyad bölgəsidir. Yəni Mədinə ilə Riyad arasında təxminən 1000 kilometre məsafə var. Yani Musaylimetül Kəzzab çıxdığı zaman ona deyildi ki, Resulullah sallallahu aleyhi ve sellemin kəramətləri çoxdur, onun bərəkəti çoxdur. Yəni sən də onunla benzer bir şey elədilər və Musaylimetül Kəzzabə dedilər ki, yanına bir uşaq gətirdilər ki, uşağın saçı tökülür. Yəni ona əli vur da bərəkətlənsin, saçı tökülməsin. Musaylimetül Kəzzab əlini uşağın başına attığı zaman uşağın saçı əlində geri dönərdi. Dərhal uşaq keçər oldu. Bundan əlavə hətta Musaylimetül Kəzzabə dedilər ki, Allah Resulü qurumuş bir su quyusunun yanına keçdiyi zaman onun bərəkətindən o su quyusu su verərdi. Yəni bərəkətli olardı. Sən də elə getdilər, hələ içərisində su olan bir quyunun yanına getdilər. Musaylimetül Kəzzab içərisinə tüpürdü ki, bərəkətli olsun. Dərhal su qurudu və tarix boyu o bir daha su vermədi. Və yaxud da bir nəfər gəlib dedi ki, mənim gözlərimdə ağrı hiss edirəm, bərəkətli olsun, sən bir şey elə. Əlini vurdu onun gözünə, görən gözü də ümumiyyətlə kör oldu. Yəni özünü rəzil edirdi bu adam, özünü bihabır edirdi. Bu adam nə edirdi? Dedi ki, bu adam bilirdi ki, Kur'an'da belə bir sura var. Əl-Qari'a, Məl-Qari'a və Mədraka Məl-Qari'a. O ayətə bənzər özündən bir şey gətirdi. Əslində onu götürdü, başqa şey qoydu yerinə. Dedi ki, Əl-Filu, Məl-Filu və Mədraka Məl-Filu. Mənasıdır ki, fil, sən nə bilirsən nədir fil? Onun uzun burnu var, onun qısa quyruğu var. Yəni çox mənasız bir şeylər gətirdi. Hətta bir də başqa bir Naziyyat surasına bənzər bir şey gətirdi ki, xəmri yoğuranlar yoğurur, onu üyüdənlər üyüdür, yiyənlər yiyir. Heç bir mənası olmayan sözlər deyirdi. Hətta ərəblər bunu eşidəndə ona gülürdülər. Dedilər bu dediğin sözlerin mənası heç bir mənası yoxdur deyirlər. Yani bu adam o kadar həddini aşmıştı ki, hətta o adam Peyğəmbər Əfəndimizə məktub göndərdi. Məktubda deyirdi ki, Allahın Peyğəmbəri Musaylimədən Allahın Peyğəmbəri Muhammed Peyğəmbərə s.ə.və yer üzü ikiyə bölünmüşdür. Yarısı sənin, yarısı mənim deyə məktub göndər. Yəni dünya malı əslində qəsd edir orada. Adam hələ də baxsan ki, fikri, niyyəti dünya malı əldə etmək üçündür. Və özünün də Peyğəmbərə ortaq olduğunu iddia edirdi. O məktub Peyğəmbər Əfəndimizə çatdıqda Resulullah s.ə.və o məktubu oxudular və çox qəzəbləndi. Hətta yeni bir kağız belə götürməyə ehtiyac duymadı. Musaylimə Kəzzabın göndərmiş olduğu məktubu dedi, çevirin, arkasına yazın. Arkasına yazdılar ki, Bismillahirrahmanirrahim. Selamun alə mən ittəbə'əl huda. Doğru yola tabi olanlara salam olsun. Yeryüzü Allah'ındır. Allah dilediği kimseye onu varis eder ve en güzel akıbet müminlerindir diye böyle mektup yazdı. Bu mektup yazandan sonra dedi ki, bu mektubu kim aparar? Musaylimetül Kəzzabə. Və hamı bilirdi ki, o Musaylimə çox əxlaqsız, heç bir onun əxlaqı, yəni heç bir həyası yox idi. Hamı bilirdi ki, o mektubu kimə aparacaqsa, mütləq onu öldürəcək Musaylimetül Kəzzab. Və dərhal 15, 16, 17 yaşında bir dənə gənc sahabə var, Həbib bin Zeyd. O sahabə ayağa qalxdı ki, Allahın Peyğəmbəri, bu vəzifəni mənə ver, mən bunu eləmək istəyirəm.
Rasulullah s.a.v. onun yaşının kiçik olduğunu görüb, istəmədi ona versin bu vəzifəni. Lakin o qədər israr elədi ki, Allah Rasulü buyurdu ki, get ata-anandan icazə al. Əgər icazə versələr, o zaman bu məktubu sənə apar. Və elə deyir, həmən o sahabə, atası, anası Zeyd və yaxud anası Ummu Amara, onlar yəni mücahid sahabələr idi. Anası bunu eşidən kimi dedi ki, ey oğul, sənə müjdələr olsun, Allah Azza və Cəllə bu mübarək vəzifəni sənə vermişdir. Sən Allahın dinində sabit qal və inşallah cənnətdə görüşərik. Atası dedi ki, ey oğul, sən elə bir kimsənin yanına gedirsən ki, o Allahın düşmənidir. O sənə hətta tikə-tikə doğrasa belə, əsla Peyğəmbər Əfəndimizin əleyhinə bir dənə belə söz olsa belə demə ona əsla. Və bunu deyəndən sonra Həbib bin Zeyd atına minəndə anası gəlib bir ağ kəfən gətirir, deyir ki, ey oğul, bu sənin kəfənindir. O Allahın düşməninin qarşısına çıxanda bunu geyin, çıx və sabit qal Allahın izni ilə. Elə deyir, o sahabə gedir, 16-17 yaşında sahabə idi. O Müseyləmətül Kəzzəbə o məktubu aparır, məktubu Müseyləmə oxuyur və oxuduqdan sonra qəzəblənir və deyir ki, həmin o sahabəyə, sən şahidlik edirsənmi ki, Muhammed Allahın Peyğəmbəridir? Deyir, bəli, mən şahidlik edirəm ki, Muhammed sallallahu aleyhi ve sellem Allahın Peyğəmbəridir. Bəs dedi ki, sən şahidlik edirsənmi? Mən Museyləmə də Allahın Peyğəmbəriyəm. O sahabə ona istəhza eləmək üçün, güldürmək üçün dedi ki, cəmaata güldürmək üçün dedi ki, sənin dediyi eşitmirəm. Nə deyirsən? Qulağım sən dediyə qarşı, yəni kardır. Və cəmaat da gülməyə başlayır və dəfələrlə eyni şeyi deyir, Muhammed Rasulullah deyir, lakin ona gəldikdə deyir ki, ona eşitmirəm, nə deyirsən, eşitmirəm deyir. Bunu görən Museyləmə ona şiddətli, yəni işgəncə verir ki, özünün də Peyğəmbər olduğunu desin, lakin o səhabə demir. Və sonunda nə edir? Museyləmətül Kəzzəb, yəni Həbib bin Zeydin atasının dediyi kimi də olur, onu yəni bir işgəncə verir ki, barmaqlarını bir-bir kəsir, hətta qollarını, iki qolunu, iki ayağını kəsir və yenə də sonda da deyir ki, Muhammed Rasulullah və Museyləmətül Kəzzəbin Allahın Peyğəmbər olduğunu dilinə gətirmir. Ən sonunda dilini də kəsirlər və şəhid olur. Yəni, subhanallah. Bu onu göstərir ki, Museyləmətül Kəzzəb yəni, çox əxlaqsız və çox zalim birisi olubdur. Zalimdir, yəni o tanınan bir insan idi. Təbii ki, bu Museyləmətül Kəzzəb o qədər həddini açdı ki, yəni bunun kimlər əslində Rasulullah sallallahu aleyhi ve sellem həyatının sonunda ortaya çıxdı. Necə ki, Allah Rasulü buyurur ki, yəni bəyə oxuduğumuz hədisdə, Buxari Müslim rəvayət hədisdə buyurur ki, qiyamətdən öncə 30-a yaxın yalancı dəccallar çıxacaq ki, onların hamısı mən Allahın Peyğəmbəriyəm deyəcəklər. Yəni, burada qəsd olunan biz bilirik ki, günümüzdə özündə Peyğəmbərlər olduğunu deyənlər 30-dan çoxdur. Bəlkə də bizim ölkəmizdə 30-a yaxın Peyğəmbər var, yalancı Peyğəmbərlər. Lakin orada qəsd olunan, hədisdə qəsd olunan 30-a yaxın yalancı Peyğəmbərlər onlardır ki, onların fitnəsi ən böyük olan kimsələrdir. Yəni, ordusu olub, insanlara böyük təsir edən insanlardır. Yəni, bunlar çox azdır. Yəni, lakin tarixdə, yəni, hətta günümüzdə belə demək olar ki, Türkiyədə, burada, başqa ölkədə özünə yalandan Peyğəmbər deyənlər çoxdur. Və dedi ki, Museyləmətül Kəzzəb zamanında bir nəfər də çıxır, onun da adı Səcəh olur. Səcəh da bir qadın adıdır, qadındır. O da kahin olur, sehirbazlıq eləyirdi. O da özünə Peyğəmbər olduğunu dedi insanlara və özünə iman gətirənlər oldu. Yəni, onunla bərabər ordusu oldu. Hətta bunlar dünya malı üçün bir-birləri ilə savaşmaq istədilər. Həmin o qadın Səcəh Museyləmətül Kəzzəbə ordu hazırladı ki, onunla savaşsın. Lakin Museyləmətül Kəzzəb ona təklif etdi ki, gəl səninlə evlənək, ordumuz da böyüsün, ikimiz də bir-birimizin Peyğəmbər olduğunu qəbul edək, dünya malımız artsın. Və elə də eləyir, Səcəhlə Museyləmətül Kəzzəb evlənirlər. Və Səcəh o yalancı Peyğəmbər qadının adamları gəlib deyirlər ki, həmən o Museyləməyə, sən bizim Peyğəmbərimizlə evləndin, ona mehir nə verəcəksən? O da dedi ki, sizə mehir olaraq, fikirləşdi mehir olaraq sübh namazı ilə işə namazını qaldırdım dedi. Əslində bu deyişindən bəlli olur ki, bunlar əslində münafiqdirlər. Nəyə görə? Çünki yəni, sübh namazı ilə işə namazı münafiqlərə ən ağır gələn namazdır. Yəni, bu da yəni, onlara o namazları qaldırdığını deyir və bir araya gəlirlər. Təbii ki, həmin o ərəfədə Rasulullah s.ə.v artıq vəfat edir. Həzrəti Əbu Bəkirin zamanında artıq bilir ki, Allah Rasulullah edəndən sonra ölümündən öncə bir ordu hazırlamışdı Roma doğru göndərməyə və o ordunun başına da 17 yaşlı Usama bin Zeydi təyin eləmişdi.
Resulullah sallallahu aleyhi ve sellem vəfat eləyir. Həzrəti Əbubəkr xəlifə olduqdan sonra mürtədlərin sayı da artır və yenə də bu ordunu Roma göndərmək istəyir. Deyirdilər ki, ey Əbubəkr, mürtədlər çoxalmışdır, bu Müseyləmətül Kəzzəbdir, bunlardır. Bunlar hər an bizə hücum edə bilərlər. Gəl bu ordunu göndərmə, bizə orduya bizim ehtiyacımız var. Həzrət Əbubəkr deyir ki, vallahi Allah Rasulunun təyin etdiyi ordunu mən əsla geri göndərmərəm. Hətta dedilər ki, o zaman onun əmrini gənc sahabədir, onu dəyiş. O təcrübəsizdir, gənc sahabədir, 17 yaşında sahabədir. Dedi ki, vallahi Allah Rasulunun hətta təyin etdiyi kimsəni belə mən əsla dəyişmərəm. Və o ordunu hazırlayır və Həzrət Əbubəkr gedir o ordunun rəhbərinə, Usam ibn Zeydə deyir ki, səndən xahiş edirəm, icazə istəyirəm ki, Öməri, Osmanı, Həzrəti Əli kimi böyük sahabələri özünlə aparma, mənim onlara ehtiyacım var. Çünki onlar fəqih sahabədirlər və böyük sahabələrdəndir. O da icazə verir və o ordunu göndərir. Bunu eşidən Müseyləmətül Kəzzəbədir, yarancı peyğəmbərlər heyrətə gəlir ki, bu müsəlmanlar hər an bizdən təhlükə gözlədiyi halda yenə də xaricə ordu göndərir və çox təəccüb edirlər və müsəlmanlar gedir, qalib olur orada və Həzrət Əbubəkr sonra Müseyləmətül Kəzzəbə bir ordu göndərir və Müseyləmətül Kəzzəbə orduda məğlub edirlər. Müseyləmətül Kəzzəbə öldürən də bilir ki, vəhşi olur. Vəhşi İslamda və küfürdə iki ən böyük şəxsiyyəti öldürən kimsədir. İslamda ikən Uhud savaşında Həzrət Həmzəni vəhşi öldürmüşdü, şəhid eləmişdi. Lakin İslamı qəbul etdikdən sonra bu əməlinə görə çox peşman oldu və Allah Azze və Cəllə onu küfürdə ən şərli insanlardan biri olan Müseyləmətül Kəzzəbə öldürməyə onu müvəffəq elədi. Sanki bu ona bir kəffara kimi olmuş oldu. Və həmən o Müseyləmətül Kəzzəbə öldürülür. O birisi yalancı peyğəmbər Səcəh isə, qadın isə ələ keçir və o tövbə edir. Tövbə edir, İslam'a yeridən geri qayıdır və o sürgün olunur. Ondan sonra Əl-Əsvəd Əl-İnsi olur ki, o da özünə peyğəmbər deyirdi və o da öldürülür. O da öldürülür və bunlar hamısı belə deyə təbiri caizsə tarixin zibiliyində qalırlar bunlar hamısı. Allah Rasulü sallallahu aleyhi ve sellem bizə xəbər verir ki, qiyamətdən öncə 30'a yaxın yalancı peyğəmbər çıxacaq ki, yalancı dəccallar çıxacaq ki, bunların hamısı özlərində peyğəmbər olduğunu iddia edəcəklər. Və həqiqətən də elədir, günümüzdə təqribən bunların sayı 30'a çatmasa belə, böyük fitnələr olanlar az olubdur. Lakin yenə də qiyamət gününə qədər davam edəcək. Bu kimsələr arasında elə kimsələr var ki, bunlar ciddiyə alınmaz. Məsələn, tarixdə bir nəfər olub, özünə peyğəmbər deyirdi. Ona dedilər ki, sən məgər peyğəmbər əfəndimizin bu hədisini eşitməmisənmi? Allah Rasulü buyurur ki, lə nəbiyyə bə'di, məndən sonra peyğəmbər yoxdur demişdir. Adam deyir, bəli, eşitmişəm bu hədisi, onu da qəbul edirəm. Dedilər, bəs nə üçün özünə peyğəmbər deyirsən? Deyir, çünki mənim adım lədir, mənim adım yoxdur. Yoxdur, mənim adımdır deyir. Sanki demək istəyib ki, peyğəmbər səsən buyurur ki, məndən sonra peyğəmbər yoxdur, mənə qəsd edibdir. Bu adama deyirlər ki, bu adam xəstədir, Allah şifa versin. Onu buraxıblar ki, qoyub geçsin, öz halında oynasın. Və yaxud da bir nəfər çıxıb deyir ki, tarixdə mən Musa peyğəmbərəm. Deyiblər ki, bəs yaxşı, Musa peyğəmbər dənizi ikiyə ayırıbdır, əsasını atıb olubdur, göstər onu bizə. Deyib ki, o zaman qabağıma Firon çıxsın, siz də məni inkar edin, mən də sizə bunu göstərim. Bu adam, o insanlarla söz oyunu oynayırlar. Və yaxud da bir nəfər çıxıb deyir ki, mən peyğəmbərəm. Deyirlər, peyğəmbərliyin dəlil nədir? Deyir ki, mən sizin ürəyinizdən keçənlərin hamısını bilirəm. Deyir, nə bilirsən? Deyir ki, mən bilirəm ki, hamınız bilirsiniz ki, mən yalancıyam. Hamı bilir ki, yalancıdır onsuz da. Bu insanlar ciddiyə alınmayıb. Lakin bu dediyimiz insanlar isə, Müseyləmətül Kəzzəbdir, Səcəhdir və yaxud da Əsvəd Əl-İnsi kimi insanlar isə bunların fitnələri çox böyük olubdur. Allah Azze ve Celle Kur'an-ı Kerim'de açık şekilde buyurur ki مَا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِنْ رِجَالِكُمْ وَلَكِنْ رَسُولَ اللّٰهِ وَخَاتَمَ النَّبِيِّينَ وَكَانَ اللّٰهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا. Allah Azze ve Celle buyurur ki Muhammed sizlerden bir neferin atası değildir. Sizlerden birinizin atası değildir. Lakin o Allah'ın peygamberi ve peygamberlerin sonuncusudur, hitamıdır.
Allah hər şeyi biləndir. Hətta ayət-i kərimədə Allah Azze ve Celle Rəsul yox, Nəbi kəlməsini istifadə edir. Nəyə görə? Çünki Rəsul ilə Nəbi arasında fərq var. Rəsul odur ki, özünə şəriət verilən, özünə kitab verilən yəni peyğəmbərdir. O peyğəmbərlər kitab gəldiyi zaman özündən əvvəlki gəlmiş kitabı nəsx edib aradan qaldırardı. Nəbilər isə onlara kitab verilmirdi. Özlərindən əvvəl gəlmiş o rəsulların kitablarını yenidən bərpa edirdi, insanları dəvət edirdi. Məsələn, Yahya aleyhisselam, Zəkəriyyə aleyhisselam bunlar nəbidir, peyğəmbərdir, lakin rəsul olmayıblar. Çünki onlara yeni şəriət verilməmişdir. Bu ayətdə isə Allah Azze ve Celle hətta rəsulların və hətta nəbilərin belə sonuncusu olduğunu deyir bu ayət-i kərimədə. Başqa bir hədisdə isə o da Buxari və Müslim rəvayət səhih hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, "Fuddiltu aləl-ənbiyə bis-sitt." Mən digər peyğəmbərlərə 6 şeydə üstün qılındım deyir Allah Rasulü. Yəni Allah Rasuluna digər peyğəmbərlərdə olmayan şey ona verilmişdir və onları bir-bir sayır, buyurur ki, "U'titu cevami'l kelim." Mənə kəlmələrin toplusu verilmişdir. Yəni Allah Rasulü aleyhissalatu vesselam az söz deyər və dediyi sözün mənası çox şey ifadə edərdi. Yəni uzun cümlə qurmazdı. Çox qısa söz deyərdi, lakin sözün ehtiva etdiyi məna çox geniş olardı. İkincisi buyurdu ki, "Vanusirtu bir-ru'b." Mənə qorxu, düşmənin ürəyinə qorxu salmaq ilə mənə yardım edildi. Allah Resulü s.a.v. savaşa başlamazdan bir ay öncə düşmənin qəlbinə qorxu girərdi. Yəni bütün döyüşlərdə belə olub. Düşmənin qəlbinə qorxu giribdi. Üçüncüsü buyurur ki, Allah Resulü və uhillət liyəl qanaimu. Mənə qənimətlər halal edilmişdir. Bu nə deməkdir? Yəni bizdən əvvəlki ümmətlərin peyğəmbərləri onlar bir savaşda iştirak etsəydilər və o savaşdan sonra yəni qənimətlər əldə etsəydilər, o qəniməti istifadə etməsi onlara caiz deyildi. Onlar o qənimətləri bir səhraya qoyardılar, çöllüyə qoyardılar. Əgər qəbul olsaydı, göydən bir atəş gəlib o qənimətləri yandırardı. Onlara istifadə edilməsi caiz deyildi. Lakin Rasulullah s.ə.və icazəli idi qənimətləri istifadə etmək. Sonra buyurur ki, وَجُعَلَتْ لِيَ الْأَرْضُ طَهُورًا وَمَسْجِدًا. Mənim üçün yer üzü təmiz və namazgah yəni edildi. وَاُرْسِلْتُ إِلَى الْخَلْقِ كَافَّةً. Və mən bütün insanlara peyğəmbər olaraq göndərildim. Burada xalq da bütün məxluqata, bütün yaradılmışlara peyğəmbər olaraq göndərdim deyir. Bu nə deməkdir? Bizdən əvvəlki ümmətlərin peyğəmbərləri müəyyən bir şəhərə, qövmə, müəyyən bir zamana gəlirdi. Lakin Rasulullah sallallahu aleyhi ve sellem peyğəmbəri təkcə Ərəb yarımadasına deyil, bütün aləmlərə gəlmişdir. Nəinki aləmlərə, hətta cinlərə və insanlara peyğəmbər olaraq gəlmişdir. Və ən sonda isə Allah Rasulü buyurur ki, وَخُتِمَ بِيَ النَّبِيُّونَ. Mənim ilə peyğəmbərlik son bulmuşdur, xitam olunmuşdur. Yəni buradan göstərir ki, Rasulullah sallallahu aleyhi ve sellem peyğəmbərlərin sonuncusudur. Yəni bu Allahın yəni biz müsəlmanlara verdiyi bir nemətdir ki, sonuncu peyğəmbərin ümmətinləyik. Adamlar var ki, yatıb dururlar, deyirlər ki, mənə vergi verilibdir. Yəni bu gün çoxdur. Yəni insanlar dururlar, ya onlara cin toxunur, ya dünya malı əldə eləmək üçün bu şeylərə başvururlar. Lakin adamlar fərqində deyirlər ki, bu dedikləri Allah qatında çox böyük bir şeydir və ona görə onları şiddətli bir əzab gözləyir. Və yaxud da baxırıq ki, din adından çıxış edənlər var ki, insanlar arasında. Adamlar, hətta bəzi sufi şeyxləri var ki, əslində onlar sufi deyirlər. Onlar çıxıb deyirlər ki, cənnətdən təsəvvür gətirin, torpaq satırlar insanlara. Halbuki biz bilirik ki, ümumiyyətlə Peyğəmbərdən başqa heç kəsi cənnət ilə müjdələyə bilməz. Heç bir səhabə, heç bir imam, yəni heç kəsə bu səlahiyyət verilməyibdir. Ancaq və ancaq Rasulullah sallallahu aleyhi və səlləm kimisə cənnət ilə müjdələyə bilər. Onun xaricində kim olursan ol, hətta ən böyük səhabələrdən olsan belə, hətta belə deyək, imamlardan olsan belə, heç bir insana bu səlahiyyət verilməmişdir. Yəni, bu da onu göstərir ki, yəni, müsəlmanlar gərək diqqətli olsunlar. Bu gün baxırıq, atəş toxunmayan kəfən satırlar Türkiyədə və yaxud başqa ölkələrdə və yaxud da bunun kimi xurafatlar var ki, şəriətə müxalif olan şeylərdir. Ona görə dediyimiz mövzu yəni bundan ibarətdir ki, həqiqətən də zamanımızda da fitnələr çoxdur. Bizim ölkəmizdə də özlərinə peyğəmbər deyən yalancı kimsələr var. Bunların sayı ən son bildiyim qədərilə 20-yə yaxın idi. İndi bilmirəm, artıb yoxsa yox. Yəni bu insanlar yəni Allahın dini ilə
oyun oynayırlar və öz dünya mallarını artırmaq üçün buna baş vururlar. Halbuki onlar bilmirlər ki, bu etdikləri, yəni Allah qatında çox böyük zülmdür və Allah Azza və Cəllə onları şiddətli bir əzab ilə yaxalayacaqdır. Və axirə da'vana enelhamdülillahi rabbil alamin.